Keçirik Word 2019-un birinci dərsi. Keçəcək birinci dərsdə fayl menyusu, çap məsələləri. Başlayaq fayl menyusundan. Fayl menyusunda əvvəlcə Word ilə tanış olaq. Yəni Word 2019-u işə salmaq üsulları. Ctrl Escape vasitəsilə Start düyməsini açırıq. Gəlirik bax bu sol tərəfdə bircə axtarırıq Word-ü. One click vasitəsilə aça bilərik. İkincisində desktopda hər hansısa qovluğun daxilində bir Word proqramı varsa, ona tıklayan zaman gəlib aça bilərik. Misal üçün, buradan geri qayıdırıq. Mən də faylın daxilinə qoymuşam göstərmək üçün. Bir dənə də geri qayıdırıq. Gəlirik burada. Baxın, burada Word-ün proqramı var. Double klikləyən zaman Word açılmış olur. Ondan sonra gəlir Winner-i basırıq. Sol aşağıda gördüyünüz kimi bir RAM pəncərəsi açılır. Bu RAM pəncərəsini Windows-da da keçmişik. RAM pəncərəsinə Enter-i basan zaman Word proqramını açmış olur. Dördüncüsü, taskbardakı Word proqramının üzərinə one click basaraq, yəni bir dəfə tıklamaq vasitəsilə gəlib bütün Word proqramını aça bilərik. Ondan sonra axtarış butonunda, yəni qısa yolu WinS-dir. Hamısının qısa yollarını deyirəm ki, yadınızda qalsın. WinS-ə girib buradan Excel nə idi? Word yazsaq, yaza bilsək inşallah. Word yazsaq, gələcək Word-ün proqramı. Məndə gəlmirdi, çünki onu bağlamışam. Word-ün proqramı gəlir orada. One click basaraq həmin Word-ü aça bilərik. Ondan sonra hər hansısa bir Word sənədini açdıqda da ki, onsuz avtomatik şəkildə Word 2019 proqramı işə düşmüş olur. Sonra gəlir bir çox mətn prosesorları üçün ümumi olan anlayışlar. Nələrdir? Birincisi simvol. Simvollar Word-ün ən minimal elementi sayılır. Bu minimal element hər birində dəyişəcək. Burada misal üçün simvoldursa Excel-də olacaq xanalar. İkili kodlarla ifadə olunur. İkincisi gəlir abzaslar, yəni yeni hissədən yazmaq. Baxın, sonunda bu işarə varsa, geri o işarə hardadır? Buradan açırıq. Baxın bu. Aktivləşdiririk. Yazdıq. Yeni bir abzasa keçən zaman yenidən həmin işarə gəlmiş olur. Üçüncüsü kolon titullar, sərlövhələrdir. Sərlövhələri giririk buradan, insert-dən header, footer vasitəsilə əlavə eləyə bilirik. Header-dan məsələn gəldik bura, bu olur yuxarı sərlövhə. Hətta bir dənə homa qayıdaq, bunu deaktiv eləyək ki, bizim işimizə mane olmasın. Sonra insert-ə yenidən qayıdıb bundan çıxış verə bilirik. Footer-a da gəlsək, aşağı sərlövhələrdir. Aşağıda ürəyimiz nə istəyirsə yaza bilirik. Gördüyümüz kimi gəlib burada düşür. Baxın, bu olur header'ımız, bu olur aşağıdakılar da footer'larımız. Sonra nələr var? Bizim haşiyələrimiz var, yəni şərhlərimiz. Mətndə misal üçün hər hansısa bir məlumatımız olmadığı bir söz varsa, yəni ilk dəfə qarşılaşacağımız sözdürsə, bu sözün izahını vermək üçündür. Bölmələr var, sectionlar sayılır bunlar. Sənədin ayrıca bir hissəsidir. Burada səhifələrin öz parametrləridir, kolon titullarını təyin etmək mümkündür. Kadrlar gəlir, Word-ün daxilində yerləşdirdiyimiz hər şeyə aiddir bura. Mətndir, şəkildir, cədvəllərdir və s. Bir də ki, VYS, IVYG var. What you see is what you get. Yəni, nə görürsənsə, onu da əldə et deməkdir. Ekranda nə görürsənsə, hamısını çapa vermək üçündür. Sonra gəlir iş sahəsi. İş sahəsini də qoyuruz qabağınıza öyrənirsiniz. Burada yəni bir dənə aşağı sətir daha çox düşür ki, bu aşağı sətir adlanır vəziyyət sətri və yaxud da ki, status bar olaraq görəcəksiniz. Aşağı tərəfdə sənədlərə baxış rejimləri var. Miqyasımız var. Minimum 10%-dir, maksimum 500%-dir. Bu digər proqramlar üçün dəyişəcək yenə. Excel-də olacaq misal üçün minimum 10, maksimum 400. Sonra gəlir Quick Access Toolbar. Bu Quick Access Toolbar əsas yerləşmə yerlərini öyrənirsiniz. Sağ tərəfdə və yaxud da ki, sol tərəfdə yerləşir. Sol tərəfdə yerləşir lent başlarının yuxarısında və aşağısında. Status barda heç vaxt yerləşmir. Ən əsas onu yadınızda saxlayırsınız. Bunun daxilində müəyyən əmrlər yadda saxlaya bilərik. Bu müəyyən əmrləri özümüz daha tez-tez istifadə elədiyimizlərimiz olar. Məsəl üçün, hər hansısa bir fayl açmaqdır, hər hansısa bir yeni fayl əlavə etməkdir və yaxud da ki, optionlara girməkdir, undo əmridir, redo əmridir. Bunları Windows-da keçmişikdə. Undo nə idi? Peşmançılıq idi.
redo peşman olduğumuza peşman olurduq. Yəni undo səhv edirdik, geri qaytarırdıq. Redodakı səhv edib geri qaytardığımızı geri qaytarmaq üçün idi. Sonra gəlir fayl menüsü. Fayl menüsündə nələr var? Bir-bir hamısı ilə tanış olaq. Yaxınlaşdırıram buradan görmək üçün. Bir nəfər vicdansız dərsdən çıxdı. Elə bilməsin gözümdən qaçdı. Home var birincisi. Home-un daxilində ə, hər hansısa bir yeni şablonlara baxa bilərik, boş vərəqləri yarada bilərik və daxilində 25-50 aralığında sənəd saxlaya bilərik. Bu 25-50 sənədi təbii ki də özümüz əlimiz vasitəsilə, yəni manuel olaraq əlavə eləyib azalda bilərik. İkincisi gəlir new yeni pəncərə yaratmaq üçün, yəni yeni pəncərə dedikdə yeni sənəd yaratmaq üçündür. Qısa yollarla öyrənirsiniz. Ctrl-N-dir. Open-ın daxili əmrləri var, birazdan keçəcəyik. Aktiv olan hər hansı, yəni aktiv olan da dediyimiz xarici yaddaşımızda olan hər hansısa bir fayla müraciət etmək üçündür. Sonra gəlir info, məlumat almaq üçündür. Save saxlamaq üçündür. Öz adı altında yadda saxlayır. Qısa yolu Ctrl-S-dir, amma save as fərqli adda yadda saxlamaq üçündür. Bu save as-in qısa yolunu biz hardware dərsində keçmişdik. F12 idi. F12 vasitəsilə demişdim ki, save as-in yerinə yetirəcək. Bu save as-in daxilində biz parollar da qoya bilərik. Həmin parolların yerini də indi sizə göstərəcəm. Sonra gəlir print. Print çapa veririk. Hər hansısa bir sənədi çap etmək istəyirsə print əmrindən istifadə edirik. Qısa yolu 2 dənədir. Ctrl-P və ən az istifadə etdiyimiz Ctrl-F2 sadəcə sınaqlarda düşəcək, görəcəksiniz. Sonra gəlir share, hər hansısa bir şəxslərlə, hər hansısa bir yerdə paylaşmaq üçündür. Hər hansısa bir yerdə dediyim də ki, yəni bloqlar vasitəsilə olsun və yaxud da ki, veb saytlar vasitəsilə olsun paylaşmaq üçündür. Export çıxarışdır. Yəni bizim Word sənədimizi PDF, XPS vasitəsilə çıxarış üçündür. Yəni bir növ PDF-ə döndərmək üçündür. Sonra gəlir close əmri var, bağlamaqdır və more əmrinin daxilində bir neçə əmrimiz var. Hesab, əks əlaqə və yaxud da ki, seçimlər. Hesab account hissəsidir. Account hissəsində istifadəçi haqqında məlumatları görə bilərsiniz. Yəni özünüz haqqında məlumatları görə bilərsiniz. Əks əlaqə feedbacklərdir. Yəni rəy bildirirsən. Sən tutalım ki, Word-ünlə bağlı hər hansısa bir problem varsa, onu kimlərə bildirəcəksən? Təbii ki də feedbacklər vasitəsilə Microsoft Office-in özünə. Və nəhayət seçimlərdir. Option tabıdır bu. Option tabının da daxilində proqramın ümumi parametrlərinə gözdən keçirə bilərsən. File'dan new-nu keçdik, gəlir open əmri. Open əmrin alt əmrlərini sağ aşağıda görürsünüz. Open-dır, read-only-dir, open as copy-dir. Open sadəcə səndə olduğu kimi açır, düz açmaq üçün. Open read-only bu rejimdə açılmış sənəd üzərində düzəliş etmək olur, amma öz daxilində yadda saxlamaq olmur. Yəni save as olaraq yadda saxlayırıq, başqa fayl kimi. Əsası qalır, bir də kopyası yaranır, belə deyək bir növ. Open as copy kopyası vasitəsilə çıxarırsan, orijinalı korlanmaması üçündür. Open in browser, browser nədir? Hər hansısa bir, misal üçün Google Chrome-da olsun, Explorer-da olsun və oralarda açmaq üçündür. Open with transform var, sənədi əvvəlki versiyasına çevirməklə açır. Open in protected view, biz dedik read-only-də dəyişmək olurdu, amma özündə saxlamaq olmurdu. Protected view-da heç vaxt dəyişdirmək olmur, üzərində heç bir dəyişiklik aparmaq mümkün deyil. Və ən nəhayət sonuncusu open and repair gəlir ki, bu da sənəd açılır, amma əvvəlki versiyasını sənədə bərpa olunur. Sonra gəlir info hissəsi. Info hissəsində protect document var. Protect-i biz bir neçə oradan qoyacağıq. İlk yeri oldu info. Birazdan birini keçəcəyik save as-də. Sonra gəlir digərlərində sadəcə özünüz oxusaz bəs edir. Mənə əsas lazımdır protect dokumentin harda olduğunu öyrənin. Sonra gəlir save as. Deməli, protect, yəni parolların qoyulması biri oldu infoda, digəri olacaq save as-də. Save as-də F12 vasitəsilə idarə edirik. F12 basan zaman onsuz belə bir səhifə açılacaq. Gəlirik burada General Option daxilinə giririk. General Option daxilinə girəndən sonra bizə parolların qoyulması gəlir. Biz oradan passwordlar yerləşdirə bilərik. Sonra gəlir print əmri. Print əmri 11 addımda yerinə yetirilir. Birinci hissəsi kopya sayıdır. İkinci hissəsi PDF-i hazır vəziyyətə gətirir.
Üçüncü hissəsi all page söhbətidir. All page-in alt əmrlərini də burada görürük. Birincisi all page bütün səhifələr çap olunur. İkinci print selection seçilmiş fraqment çap olunur. Üçüncüsü current page. Current nə deməkdir? Cari, hal-hazırdakı. Cari səhifə çap olunacaq. Dördüncüsü custom range seçilmiş diapazondakı səhifələr çap olunacaq. Only print odd page. ODD 3 hərfdən ibarətdir. 3 hərfdə tək rəqəmli olduğu üçün tək səhifələr çap eləyəcək. Even page, even 4 hərfdən ibarətdir. Cütləri bildirir. Cüt səhifələri çap etmək üçündür. Davamına yenə buradan baxırıq. Dördüncüsü print one side var. Yəni one side bir üzlü çap etmək üçündür. Misal üçün gelirik hər hansısa serokopiya yerlərinə. Sizdən soruşur ki, bir üzlü mü olsun, iki üzlü mü olsun? Bir üzlü one side'dır, iki üzlü both side'dır. Sonra gəlir collated, uncollated hissəsi. Collated sıralanmışdı, uncollated'dəki sıralanmamışdı. Yəni sıralanmış nədir? Misal üçün bizim 10 səhifədən ibarət bir kağızımız, bir Word-ümüz var. Biz ondan 3 dənə kopya istəyirik. Necə olacaq? 1-dən 10-a qədər bütün səhifələr çap olunacaq. Sonra keçsə ikinci dəfə 1-dən 10-a qədər hamısı çap olunacaq. Sonra da üçüncü dəfə 1-dən 10-a qədər hamısı çap olunmuş olacaq. Sonra gəlir portrait orientation. Amma uncollected olanda necə olacaq? 3 dəfə birinci səhifə çap olunacaq, 3 dəfə ikinci səhifə çap olunacaq, 3 dəfə üçüncü və beləliklə 3 dəfə 10-cu çap olunacaq. Yəni hər biri ardıcıl olaraq çap olunacaq. Yəni gözləməyəcək də 1-dən 10-a qədər olsun, sonra təzədən 1-dən 10-a qədər olsun. 1 1 1 2 2 2 3 3 3 belə davam eləyəcək. Portrait orientation səmtləşməni bildirir ya landscape olsunmu, yoxsa yatay modda mı olsun? Letter vərəqin ölçüslərini tənzimləyirik. Custom margin kənardakı boşluqları təyin eləyir və nəhayət one page per sheet-də ki, bir səhifə üzərində neçə səhifə çap etmək olar, onu yerinə yetirir. Tutalım ki, hər birimiz universitet oxuyuruq da, yəni universitet oxumuşuq da, yəni universitet oxuyan zaman bizdən təbii ki də etməmiş olmarıq da, etməyənlər maraqsız universitet həyatı keçirib şpargalkalar hazırlayırdıq. O şpargalkalarda nə edirdik? Çox kiçik olsun deyə minimum şeydən istifadə edirdik, fontdan istifadə edirdik və bir səhifədə bacardığımızca maksimum səhifə çap etməyə çalışırdıq. Maksimum bir səhifədə 16 dənə A4, daha doğrusu bir A4-də 16 dənə səhifə çap eləyə bilərik. Ondan sonra gəlir print propertiesdir, printerin xüsusiyyətləridir və nəhayət bu 11-incinə klikləyən zaman hər şeyi print eləmiş olurdu. Niyə belə oldu? Sonra nə gəlir? Deməli, uzun getdik. Info save as print. Ondan sonra gəlir share. Share dediyim kimi bölüşmək üçündür. Export xaric eləyir, yəni PDF-ə. Sonra gəlir account hissəsi. Account hissəsində bizim haqqımızda məlumatlar var və ən əsası burada gördüyümüz kimi hansı Word versiyasından istifadə ediriksə o var. Ən yaxşı versiya hələ ki 2019 olaraq qalır deyə biz 2019 keçirik. Təbii ki də bunların hər birinin kreklərindən istifadə edirik. Heç kim demək olar ki, bunların pullu versiyasını istifadə etmir, böyük şirkətlər xaric. Sonra gəlir faylın option tabı. Option tabının daxilində nələr var? Show menu toolbar on selection var. Yəni mətn seçilərkən yuxarısında kiçik bir alətlər paneli göstərilməsi üçündür. Screen tip style var. Mouse'un göstəricisini əmrin üzərinə gətirdikdə ekran izahlarını göstərib göstərilməməsi üçündür. Ondan sonra gəlir open background and office teması. Background arxa fondur. Temadakı arxa fonun rəngini dəyişdirmək üçündür. Təbii ki də proqramın. Sonra gəlir display. Display tapda görünməyən simvolları, parametrlərini göstərir. Sonra proofing. Proofingi hədsiz keçəcək. Orfoqrafik səhvlərin avtomatik düzəldilməsini təmin edir. Yəni tutalım ki, kimsə Word-də nəsə yazanda altından qırmızı xəttlər çəkilirsə, deməli o proofingi aktiv qalıb. Girib buradan deaktiv edən zaman hər şey yerinə düşür. Sonra gəlir language var. Language dildir. Bu display language var və yaxud da ki, orfoqrafik, qrammatik səhvlərin düzəldilməsi üçün seçdiyimiz language var. Accessibility əliyetərlilikdir, yəni məhdud imkanlı. Bu məhdud imkanlı kasıblar deyil də, yəni təbii ki də əlilli insanlardan söhbət gedir. Daha çox körlərdən söhbət gedir. Bu məhdud imkanlı insanlar üçün istifadə edirik. Sonra gəlir save. Save-in daxili əmrləri var. Save after recover information every flan minute var.
Yəni bu hər neçə dəqiqədən birsə özü avtomatik olaraq save eləməsi üçündür. Tutalım ki, sən 3 saat işləyərsən 4-lə, amma sonda yadından çıxıb save eləməsən, promoy çıxsan, bütün məlumatların silinir. Amma auto recover nə eləyir? Həmin məlumatları özü avtomatik olaraq müəyyən dəqiqədən bir sən yazdıqca save eləmiş olur. Auto recover file location var ki, burada da sənədi yadda saxlamadığımız təqdirdə həmin yerə bərpa edə bilərik. Bu da minimum 1, maksimum 120 dəqiqə arasında seçilə bilər. Tutalım ki, kompüterimiz öz-özünə söndü. 2 saat ərzində kompüteri yandırsaq, həmin faylı geri qaytara bilərik. Bir də default location file var. Bu da nədir? Faylın susmaya görə harada yadda saxlanması üçün təyin olunur. Sonra gəl advanced-dir. Bu xəttkeşin ölçü vahidlərini təyin edir. Yəni biz Azərbaycanda misal üçün santimetrdən istifadə ediriksə, ingilislər düyümlərdən istifadə edirlər, tutalım ki, onları idarə etmək üçündür. Customize ribbon var. Buradan da ki, lent tablarıdır, lent qruplarıdır. Oradakı əmrlərin silinməsi və yaxud da ki, əlavə lent tablarının əlavə olunması üçündür. Əlavə dediyim orada, yəni əsaslardan başqa da. Sonra Quick Access Toolbar bayaq keçdik, cəhd müraciət panelinə əmrlər əlavə etməkdir. Add-ins qoşmalar quraşdırmaq üçündür. Trust Center-dakı təhlükəsizlik mərkəzini bildirir. Bu fayl hissəsi bura qədər idi. İndi davam edirik print hissəsinə. Print hissəsində necə edəcəyik? Birinci sualı mən izah edəcəm, geri qalanını siz yazacaqsınız. Misal üçün, buradan bir dənə print açım. Bu hissəsi bizə lazımdır. Davam edirik. Gəlirik, baxın, birinci suala. Birinci sualı mən izah edəcəm, geri qalan dediyim kimi siz işləyəcəksiniz. Buna biraz vid verək. Deyir ki, 22 səhifəyə malik sənəd aşağıdakı seçimlər əsasında çapa verilmişdir. 22 səhifə malikdir. Burada neçə səhifə var? All page deyir. Bax, gəlir birinci bir yazılan hissəyə. Atmaq yaxşı olur. Birinci hissədə nə deyir? All page. Yəni səhifələrin hamısını seç. Neçə səhifəm var idi? Burada olduğu kimi 22. Tapdıq 22. Sonra gəlirik ikinci hissəyə. Və yaxud da ki, burada gələ bilərsiniz. Birinci fərqi yoxdur, sizin seçiminizə qalır. İkinci hissədə burada yazılan rəqəmə bölürük. 22-ni 1-ə böldük, neçə düşdü? 22. Hətta yazım bərabərdir 22. Sonra gəlirik üçüncü hissəyə baxırıq. Burada da ortada boş varsa 2-yə böləcəyik. Yox, one side-desə, o zaman 1-ə böləcəyik. Gəldi 22-ni yenə 2-yə böldük, düşdü 11. Və nəhayət sonuncusu burada 4-ə. Kopya sayına vururuq ki, neçə dənə A4 lazım olduğunu göstərsin bizə. Gördüyümüz kimi Word-ün misalları hədsiz asandır. Yəni, kaş lent tabları yerinə 2-3 dənə məsələ düşərdi deyəcəyiniz tipli bir şeylərdir. Birinci sualdan aydındır, yəni qaranlıq qalan hissəsi yoxdur ki sizə. Deməli, baxırıq. Deyir ki, burada 42 səhifəyə malik. Və gəlirik bura yenə. All page deyir və Hulsing deyir. Hər şey, yəni deyir ki, çap elə. Qaldı neçə tab hissəsi? 42. Gəlirik ikinciyə. Neçə page per sheet deyir? 8. 42 bölü 8-ə düşür 5 tam neçəsə. Amma bizim yarım vərəqlər olmur deyə tam götürürük. Yuvarlaqlaşırıq 6. Yuvarlaqlaşırıq demək də bir vahid böyük götürürük 6. Sonra gəlirik yenə bura. One side deyir. 6 bölürük 1. Yenə düşür 6. Və kopya sayım 4 olduğu üçün 6-nı 4-ə vururam, olur 20. Başa düşməyən var? Deməli, bu səfər deyir ki, 35 səhifəyə malik sənəd aşağıdakı seçimlər əsasında çapa verilmişdir. Aşağıdakı seçimlərdə nə deyir bu yazıq? Cüt səhifələr deyir. Bu 35 səhifə 17 dənə cüt, 18 dənə tək səhifədən ibarətdir. Cüt, tək. Səbəb nədir deyə soruşsaz? Çünki baxın, 35-dir. 1 ilə başlayıb
35 ilə bitir. Yəni say düsturu ilə tapsaq, bu eləyir 35 çıxılsın 1, bölünsün 2, üstə gəlsin 1. 35-dən 1 çıxanda 34, 2-yə böləndə 17, 1 də üstünə gələndə 18. Tək səhifələrin sayını tapandadır. Cütləri tapanda yenə belə bir düsturumuz var riyaziyyatdan. 34 axırıncı cüt rəqəmidir, 2 də ilk cüt rəqəmidir. Bunu bölürəm 2, üstünə 1 gəlirəm. Bu da eləyir 32 bölünsün 2, 16, üstünə gəlsin 1, 17. Və yaxud da ki, dədə-baba qaydasında bir-bir barmağımla sayıram da 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, nəhayət sonuncusu gəlir 34-ə çıxır. Və oradan tapıram ki, 17 dənə cüt səhifəm var. Gəldim aşağıya 4-ə böldüm. Neçə düşdü? 4 tam neçəsə düşür. Gördüyümüz kimi neçə götürürük? 5. Sonra one side deyir. 5-i 1-ə böldüm, düşdü 5. Kopya sayım 4'tü. 5'i 4'e vurdum. Oldu 20. Deməli, burada yenə nə deyir? 21 səhifə deyir. Və burada yenə odd deyir. Odd deyirsə 21 yenə 2-yə bölürük. 11 düşür, 10 düşür. Böyük tək olurdu, kiçik cüt olurdu. Təkləri götürdük 11. Düşdü aşağı 2 page per sheet deyir. 11-i 2-yə böldük 5 tam onda 5 düşür. Amma biz böyüyü götürdük deyə 6 götürdük. One side'a gəldik. 1-ə böldük. Yenə düşdü 6. Vurma sayı, yəni kopya sayı da buradadır. 6 vurulsun 6. Oldu 36. Burada da deyir ki 25 səhifəyə malik sənəddir. Səhifələr də burada verilibdir. 1-dən 5-ə qədər 5 çıxılsın 1, üstə gəlsin 1. Yəni 5, yazıram 5, üstə gəlsin. 10 özü təkdir axı. 1, 12 özü yenə təkdir. 1, 16-dan 20-yə qədər 20 çıxılsın 16, üstə gəlsin 1. Buradan da 5 eləyir. Üstə gəlsin 5. Ümumi tapdıq səhifə sayını 12. 12-ni 8-ə böldük. Düşdü 2 dənə gördüyümüz kimi burada. 2-ni one side, yəni 1-ə böldük. Qaldı 2. 2-ni də 2-yə vurduq. Oldu 4. Yazırsa altına. Baxırıq. Deyir ki 30 səhifəyə malik sənəd. Gəl burada səhifə aralıqlarını verib. 3-dən 9-a qədər hansılardır? 9 çıxılsın 3 üstə gəlsin 1. Bərabərdir 7. Yazıram 7 üstə gəlsin. 12-dən 16-ya qədər 5. Üstə gəlsin 19 1. Görsək 20-dən 23-ə qədər 4 dənə. 5, 10, 17. Gəldim 6 page per sheet deyir. 17-ni böldüm 6-ya. Düşdü 2 tam neçəsə, götürdüm 3. Sonra one side deyir. Böldüm 3-ü 1-ə, yenə düşdü 3. 3-ünə vurdum kopya sayı 10-a, oldu neçə? 30. Baxaq. Deyir 15 səhifəyə malik sənəd nə deyir də danışıq özü üçün. Burada nə deyir? Current page. Current page bayaq izahda dedim. Neçə səhifədən ibarətdir? Bir səhifədən. Dümdüz biri 6-ya vururuq, 6. Heç geri qalanına baxmağa ehtiyac yox. Tutalım ki, baxdıq. 1-i böldük 2-yə, neçə düşəcək? 0,5. Neçə götürürük? 1. Sonra gəldik, tutalım ki, burada boss oldu. Bossu yenə 1-i 2-yə böləcəyik. Düşəcək 0,5, götürəcəyik təxminən 1. Yenə də avtomatik olaraq 1-i 6-ya vurmuş olacaq. Ona görə burada current yazılan zaman promoy 6-ya vursa da cavab alınmış olur. Current page yazılanda müəllim, orada səhifə nömrəsi yazılmır. Yox. Current page cari səhifə. Sən hansındasan? Hansı səhifədə olduğumuzu hardan bilirdik orada? Bilməsində fərqi nədir? Sən ol 30-cu səhifədə, ol 40-cı səhifədə nəsə mənası var? Yenə 40-cı səhifə neçə səhifədən ibarətdir? Bir səhifə. Yox, yəni onun pages yazılan hissədə göstərməli deyil. Yox, aşağıda. Deməli, burada da deyir ki, 30 səhifədən ibarətdir sənəd. 30 səhifədən və seçilmiş vərəqlər bunlardır. 2-dən 6-ya, 9, 11-dən 15. Burada nə deyir? Təkləri seçin. 2-dən 6 təklər hansılar olacaq? 3, 5, sonra tək 9, sonra 11, 13, 15. Neçə dənə olmuş olur? 3, 6 dənə. 6 səhifədir. Aşağıda nədir? 2 page per sheet. 6-ın böldüyü 2-yə neçə düşdü? Daha doğrusu 2-yə neçə düşdü? 3 dənə. 3-ü böldük 2-yə. Niyə? Burada boss sayı deyir deyə.
Qaldı neçə? 1,5. Amma biz onu neçə götürdük təqribən? Yenə 2 götürdük. Şimdi burada yuxarıdakı kopya sayımıza oldu. 4 dənə A4 lazım. Deməli, buradan da girdik bura, buradan da girdik. Deyir ki, 1-dən 8-ə 12, 16-dan 21-ə nə səhifələrsə düz səhifələr. Hansılardır? 2, 4, 6, 8, 12, 16, 18, 20. Neçədən eləmiş oldu? 4, 8-dən. Gəldik, tapdıq 8. Burada deyir ki, 2 page per sheet. Yəni 8 böl 2. Neçə düşdü? 4-dən. Sonra bizə one side deyir deyə 4-ü böldük 1-ə, yenə düşdü 4. Kopya sayı 32 istəyir. 4 vurulsun 8 bərabərdir. Kopya sayı 8 istəyir. 4 vurulsun 8 bərabərdir. 32 dənə A4 vərəqi lazım olmuş olur. Aydındır mı? Niyə səhvdir? Çünki burada neçə səhifə deyir? 30 səhifə deyir. Burada neçə qədər verib? 39-a qədər deyir. Burada nə soruşur? Even soruşur. Yazaq. 2, 4, 6, 8, 12, 14, 24, 26, 28, 30-da dururuq. Çünki sənəd neçə səhifəyə ibarətdir? 30-da səhifədən ibarətdir. Geri qalanı bizə random olaraq atıbdır və sizi ən böyük çaşdıran hissəsi burasıdır. Siz götürüb bundan sonrasını da Fırıldatdı mənim bu. 30-dan sonrası sizə lazım deyil. Tapdıq neçədən səhifə? 4, 6, 10 dənə səhifə. Onu gəlib bölürük 4-ə. Neçə düşür? 2 tam neçəsə götürdük 3 dənə. Sonra burada verib one side. 3-ü böldük 1-ə 3. Kopya sayı da 3-dür. O da eləyir 9. Başına hamısını. Deməli, 11-də soruşur ki, ən çoxu neçə dənə səhifə lazımdır? Şəkildəki fraqmentə əsasən. Burada nə verib? 2-dən 6-ya və 10. 2-dən 6-ya qədər səhifəmiz 5, üstə gəlsin 1, bərabərdir 6 dənə. 2-dən 6-ya qədər 5 dənə, onun da özü 1 dənə. Sonra baxın, buradakı both side-ı biz eləyirik one side. Səbəb nədir? Çünki biz manuel olaraq əlimizlə daxil eləyə bilirik burada one side-ı, both side-ı. Və bizə burada ən çoxu soruşur deyə bacardığımızca böləcəyimiz hissələri minimuma endirməliyik. Burada da onsuz ki 1 veribdir bizə. Gəlirik 6-nı bölürük 1-ə, düşür 6. Sonra 1-i təzədən 1-ə bölürük, düşür 6. Vururuq kopya sayına, olur 30. Yox, əgər biz burada one side ilə idarə eləsəydik, o zaman olacaqdı 6 bölünsün 2, bərabərdir 3, vurulsun 5. 15 olacaqdı. Və bu 15 bizə heç sərf eləmirdi. Çünki bizə nə soruşur? Ən çoxu soruşur. Aydındır? Sonra gəlir 12-ci sual. 12-ci sual çox maraqlı suallar silsiləsindəndir, belə deyək. Deyir ki, 4-cü vərəqdə olan səhifənin nömrəsi neçədir? Səhifələrim hansılardır? 3-dən 7-yə, 10 və 19. Və burada nə deyir? Uncollated deyir. Uncollated nə dedim sizə? Sıralanmamışdı. Yəni 1, 1, 1, 2, 2, 2, 3, 3, 3 bu cür kopyalar çıxardır. Burada kopya sayım neçədir? 5. Və one side deyir. Burada da 1 page per sheet deyir. Birinci başlayacaq hansı səhifəm çap olunmağa? 3. 3-dən neçədən çıxacaq? 5-dən. Niyə 5-dən çıxacaq? Çünki kopya sayım 5-ə bərabər. 3-dən 5 dənə, 4-dən 5 dənə, 5-dən 6-dan, 7-dən 5 dənə. Sonra 10-dan və 19-dan hamısından 5-dən çıxacaq. Bizdən soruşurdu ki, 4-cü vərəqdə hansı olacaq? 4-cü vərəqimiz 3 olacaq. Soruşa bilərdi ki, 27-ci vərəqdə hansı olacaq? Sayacaqdıq o zaman 5, 10, 15, 20, 25, 26, 27-ci gəlib hara düşəcəkdi? 10-cu səhifəyə düşəcəkdi. Burası aydındır hamınıza? Bəli. Və nəhayət gəlirik sonuncu sualımız olan 13-cü suala. 13-cü sualda sizə düşmə ehtimalı çox aşağıdır, amma yenə də baxaq. Dövlət quluna düşmə ehtimalı çox aşağıdır. Deyir ki, ikinci vərəqdə hansı nömrəli səhifələr çap olunacaq? Əvvəlcə bura baxırıq, collateddir, okey, qalsın öz yerində. Səhifələrim hansılardır? 1, 2, 3, sonra gəlir 6, 7, 8, 9. Düşürəm aşağı nə deyir? 4 page per sheet. Yəni bir səhifədə
4 dənə səhifə çap olunacaq. Geri qalan 3-ü tək yazıq kimi qalırlar bir qıraqda. Bu 4-ü birinci çap olunacaq, sonra gələcək ikinci bu çap olunacaq, sonra üçüncü təkrarən gələcək 1, 2, 3, 6-ya və nəhayət dördüncü gələcək 7, 8, 9-a. Niyə dördüncü deyirəm? Çünki bizdən kopya sayı 2 dənə istəyir. Bir dəfə bunlar çıxacaq, sonra bunlar çıxacaq da. Bizdən onsuz ki, soruşur ikinci vərəqdə hansılar çap olunacaq. İkinci vərəqin nömrələri neçə idi? 7, 8, 9. İmtahanda qarşınıza açıq sual düşsə də 789 olaraq yazırsınız ki, tam düzgün cavab olsun.